Benim hayatta aşık olduğum ilk kadın anamdır. Anam hal-hazırda doğrudan çox çətin vəziyyətdədir. Yəni sağlamlıq baxımından. O hal-hazırda dünya ilə vidalaşmaq ərəfəsindədir. Mən bugünkü konserti əslində ümumiyyətcə ləğv etmək istəyirdim, amma sizlər üçün bugün buradayım. Sizlər üçün daha güclü olaraq bu səhnədə durmağa çalışıram. Çox sağ olun. Teşekkür ederim. Ben bugün anamdan halallığı almışam, gelmişim bura. Ben ona soruştum, son sözü oldu ki, getmək lazımdır, sən işini görməlisən və ən yaxşı halda. Bəlkə bilmirəm, bəlkə də savab olacaq və yaxud olmayacaq. Bəlkə də bilmirəm necə olacaq, amma anam mənim üçün bu dünyadakı ən dəyərli insandır. Amma onun... Teşekkür ederim. Çok sağ olun, minnəttar. Ümumiyyətlə heç bir marağı yoxdur mənim üçün. Mən anamın xəstəliyindən sonra bu dünyada hər şeyi ondan öncə dediyim sözə gətirməyə çalışıram. Rədd elə getsin. Rədd elə getsin.